Bir 11-ci sinif şagirdi olaraq hər birimiz təbii olaraq imtahana hazırlaşırıq. Və bu imtahana hazırlaşan zaman bəzi mikro vərdişlər həqiqətən də imtahan boyu bizə kömək olacaq vərdişlərdir. Yəni biz blok imtahana hazırlaşarkən, buraxılış imtahana hazırlaşarkən tək 11-ci siniflər demirəm, 9-cu siniflər belə, yəni imtahana hazırlaşarkən bu mikro vərdişlərdən istifadə edərək imtahan çalışmalarını davam etdirə bilər və daha çox şey əldə edə bilər. Bu gün buraxılış, blok fərq etməz. Ümumiyyətcə bir adla gedim. Blok imtahana çalışmaq üçün hansı faydalı vərdişlər bizə kömək olar? Günlük həyatımızda rahat bir şəkildə istifadə edə biləcəyimiz mikro vərdişlər barəsində danışacağam. Kanalıma xoş gəldin. İlk olaraq mütləq şəkildə bunu vurğulayardım və ilk maddəyə də bunu qoydum. Mütləq şəkildə 8 saat yuxunu yat. Çünki yuxusuzluq kimi bərbad bir şey mən ikinci dəfə görməmişəm. Yuxusuzluq o qədər bərbad bir şeydir ki, gün boyu oxuduqlarım belə yadında qalmır. Və bunu 3-4 videoda da vurğulamışdım, yenə vurğulayacağam. Saat 10 və 2 arası olan yuxunu mütləq şəkildə yatmalısan ki, beynin oxuduğun məlumatları yenidən bərpa etsin. Son zamanlarda yuxu sistemində yenə bir problemlər yaşandı, onu düzəltməyə çalışacağam və yuxusunda problem yaşayan bir insan olaraq deyirəm ki, yuxu sistemini düzəltməklə işə başlamalısan, yoxsa istədiyin nəticəyi əldə etməkdə çox çətinlik çəkəcəksən. Gün ərzində əsəbilik, halsızlıq, diqqət dağınıqlığı, dopamin yoxsunluğu kimi problemlərlə üzləşəcəksən və fokus qabiliyyətin aşağı düşəcək. Məsəl üçün, 1 saat öyrənə biləcəyin dərsi 2-3 saat öyrənəcəksən ki, bu da sənin istəmədiyin bir haldır. Sadəcə itirəcəyin 2-3 saat əlavə yuxu olacaq və qazanacağın isə təmiz bir 24 saatındır. Yuxu sistemi düzəltmək üçün nələr etmək lazımdır? Yəni, keyfiyyətli yuxu yatmaq üçün nələr lazımdır? Onlara keçək. Birinci, mütləq şəkildə otağı qaranlıq etməlisən. Yəni, mümkün qədər az işıq olsun çalış. Çünki keyfiyyətli yuxu yatmalısansa, işıq mütləq az olmalıdır. Çünki işıq melatonini həqiqətən azaldır. Mümkündürsə qapını ört, işıqları söndür və yaxud da ki, yorğan və ya bənzəri şeyləri üstünü örtərək də, yəni işığı mane ola bilərsən. Bir də belə göz bandları olur, gözə taxmaq üçün. Mümkün varsa, yəni istifadə edə bilirsənsə onlardan da istifadə et. Yuxunun keyfiyyətini artıracaq, çox gözəl vərdişlərdən biri olacaqdır. Və qaranlıq, otağın qaranlıq olmasına xüsusi diqqət yetir. Digər bir şey nə olardı? Mavi işığı 2-3 saat öncə saxla. Yəni yatmazdan öncə mütləq şəkildə, məsəl üçün 11-də mi yatırsan, 12-də mi yatırsan, məsələn 9-da 10-da artıq mavi işığı kəsməlisən. Mavi işıq dediyimizdə telefonun ekranıdır. O da yuxuna kömək edən melatonini ciddi şəkildə azaldır və yuxunu keyfiyyətsiz yatırsan. Bilmirəm, fikir vermirsən yoxsa yox, telefonsuz yatdığın gecələr daha keyfiyyətli yatırsan, nəinki telefonlu yatdığın gecələri. Yəni bir təbii olaraq fikirləş ki, mavi işığın nə qədər ziyanı var. Yaxşı deyək, gecə çox böyük bir proyekt üstündə işləyirsən və ya nə bilim mənim kimi video editləyirsən və yaxud da telefonla çox vacib bir işin var. Onda məsələn çox da zərurət olduqda istifadə edirəm, hər gecə deyil də. Mavi işıq maneəsi deyə bir şey var, yəni mavi işığı bağlayan bir funksiya var telefonda. Onu aktiv edəndə ekranda sadəcə sarı rəng, tonda, sarı tonda bir rəng olur və mavi işığı bir qədər azaldır. Düzdür, yəni hər gecə deməkdir ki, yəni mavi işıq azaldacaq, bundan istifadə edək. Çox da yəni necə deyim, tövsiyə etmirəm ki, bütün gecəni məsəl üçün sarı işıqda telefon istifadə edin. Çünki o da işıq olduğu kimi təbii olaraq bir qədər melatonini azaldır. Kofein alımını 15:00-dan sonra saxlamaq. Kofein çox gözəl bir şeydir. Gün ərzində səni aktiv tutur. Məsəl üçün daha zində, daha aktiv hiss edirsən özünü, çox şeyin üstəsindən gələ bilirsən. Ancaq kofeinin özü gətirdiyi qədər də ziyanları var. Kofein nələrə mane ola bilər? Məsəl üçün kofein sənin ümumiyyətcə, məsəl üçün tutaq ki, gecə kofe içsən saat 7-8 və bil ki, həmin gecəni yuxu yata bilərsən, amma çox da keyfiyyətli bir yuxu gözləmə. Çünki kofein azı 6-8 saat təsirli olur. Kofein içməyi sevirsənsə ki, mən də sevirəm, saat 3-ə qədər kofein alımını saxlamalısan. Yəni, məsələn, saat 3-ə kimi nə qədər kofein içəcəksən iç, 2 stəkan, 3 stəkan, 1 litr fərq etməz. Daha sonra isə kofeini saxlamanı tövsiyə edirəm, çünki keyfiyyətli yuxu üçün bu da çox vacib bir şeydir. Və bu da var. Blok imtahana hazırlaşarkən və imtahana hazırlaşarkən bir sabah rutininin olması çox gözəl bir şeydir. Sabah durursan, məsəl üçün, müəyyən bir rutinin olur, müəyyən bir planın olur və onun ardından da dərsə başlayırsan. Sanki finish xəttindən çatmaq üçün start xəttindən başlayırsan, start xətti sənin sabah rutinin olacaqdır. Çünki start xətti olmadan hardan başlayacağını bilə bilməzsən. Məsələn, mən bir ara rutinlərlə bağlı bir video çəkmişdim. Onu da buraya qoyaram, istəsən onu da izləyə bilərsən.
Və belə rutinlər haqqında qısa danışım. Məsələn, nə edə bilərsən? Rutin deyəndə nə anlayaq biz? Məsəl üçün sabah durdun, məsəl üçün 5 dəqiqə meditasiya etdin. Məsələn, yatağında 5 dəqiqə meditasiya etdin. Durdun, əl üzünü yudun, gəldin, çölə çıxdın, 10 dəqiqə sürətli bir şəkildə yeridin. Məsəl üçün həyətin parka yaxın olsun, evin parka yaxın olsun və ya bir yaxın bir məntəqə olsun. Məsələn, dedin ki, bir dənə elə belə dükana dəyib gələcəm. Getdin, məsələn, 5-10 dəqiqə dükana dəydin, gəldin, beynin açıldı, yəni təmiz oksigen aldığına görə beynin açıldı. Evə gəldin, günlüyünü açdın, məsəl üçün minnətdarlıq duyduğun 3 şey yazdın. Məsəl üçün bu gün məsəl üçün atama minnətdaram, mənə maddi olaraq çox dəstək olur. Anama minnətdaram, mənə mənəvi olaraq çox dəstək olur. Məsəl üçün sinif yoldaşlarıma minnətdaram, mənim arxamda dururlar kimi, məsəl üçün mən nümunə verdim yaza bilərsən. Minnətdarlıq günlüyünü tuta bilərsən və ya günlük məsəl üçün sabahın bir günün planlamasını qura bilərsən, onu da edə bilərsən. Daha sonra rutin bitdikdən sonra isə günlük çalışmalarına qaldığın yerdən davam edirsən. Və gəldik. Biz dedik ki, start xəttimiz varsa, mütləq şəkildə bir finish xəttimiz olmalıdır. Və gəldik axşam rutinlərinə. Axşam rutinləri də çox gözəl bir şeydir. Necə deyim, axşam zamanı etdiyin bəzi vərdişlər həqiqətən də sənə kömək olacaq. Yəni günü bitirməyində sənə köməkçi vasitə olacaq. Axşam rutinlərinə gələcək olsaq nə deyərdim? Məsəl üçün günlüyünü tuta bilərsən. Məsəl üçün bu gün haqqında nələr düşünürsən? Bu gün necə keçdi? Nə fərqli oldu? Kimə qarşı əsəb hiss etdin? Kimə qarşı sevinc, sevgi hiss etdin? Emosiyalarını yazırsan, bu sənin günlüyün ola bilər. Və ya günlük tutmağı çox sevmirsənsə, məsələn, 10-15 dəqiqə aerobik hərəkətlər edə bilərik, isinmə hərəkətləri edə bilərsən, razminkalar edə bilərsən ki, yuxudan öncə keyfiyyətli olaraq bədənini yormuş olasan və rahat yuxuya keçə biləsən. Və ya dediyim kimi, nəfəs məşqləri, 4-4-4, 4-8-4 texnikalarında nəfəs məşqləri, meditasiyalar edə bilərsən. Çox gözəl şəkildə yuxunu çəkmək üçün bunlar da sənə faydalı olacaq. Stresi ciddi şəkildə azaldır. Araşdırmalar da bunu göstərir. Yəni bir axşam rutininin olması da məncə sənə köməkçi vasitələrdən biri olar. Bir digər maddəmiz idman və yürüyüş alışqanlığıdır. Məsəl üçün, oğlanlar daha çox idmana yönələ bilər. Əlbəttə, yürüyüş və idmanı paralel aparanlar da var ki, mən elə edirəm. Məsələn, həftənin bəzi günləri yürüyüş, bəzi günlərdə idmanı edirəm. Düzdür, Ramazana görə biraz idmanı saxlamışam, amma gələn həftədən çox güman yenidən başlayacağam. İdman və yürüyüş çox gözəl bir vərdişdir. Məsəl üçün, döyüş idmanı ola bilər, fitness ola bilər. Fitnesslə oğlanlar daha çox məşğul olur. Və məsəl üçün, qızlarda məsəl üçün yürüyüşlə məşğul ola bilər. Yürüyüş çox zehni açan məşqlərdən biridir həqiqətən də. Çox zəhmətsiz, belə deyək, pulsuz bir məşq növüdür. Ətrafında yürüyüş edə bilərsən. Həm yağ yandırmada köməkçi olar, həm də beynini açmada köməkçi olar. Belə bir cümlə var idi. Alimlər belə, yəni bir proyektin üstünə düşünəndə yürüyüşə çıxıb gələrmiş və daha sonra onun üzərində işləyərmiş. Yürüyüşün zehnini açdığını əminəm ki, təcrübə edən yoldaşlarım bilir. Bir hobin olsun, amma telefonu nəzərdə tutmuram. Bir hobin olsun. Məsəl üçün, 4-cü qrupa hazırlaşıramsa, məsələn, mənim piano çalmağımın 4-cü qrupla bir əlaqəsi yoxdur, amma yenə də bir hobimdir. Məsəl üçün, sən tutaq ki, 2-ci və ya 3-cü qrupa hazırlaşırsan, ancaq rəsm çəkirsən, bu sənin hobin ola bilər. Məsəl üçün, sep düzəldirsən, boyunbağı düzəldirsən, artıq müxtəlif hobilər var. Məsələn, hər hansı bir musiqi aləti ilə məşğul olmaq, hər hansı bir idman növü ilə məşğul olmaq ki, bu da hobbiyə gəlir. Məsəl üçün, futbol heyranısan, futbolla məşğul ola bilərsən, voleybol, basketbol sevirsən, voleybolla, basketbolla məşğul ola bilirsən. Və ya üzgüçülük ola bilər. Məsələn, üzgüçülüyü çox sevirsən, üzgüçülüyü ilə məşğul olursan. Və ya nə bilim, kolleksiya yığmağı çox sevirsən. Məsəl üçün, müəyyən daş formalarının kolleksiyasını yığırsan. İndi çox kolleksiya yığan bir insan deyiləm deyə sadəcə səthi nümunələr vermək istədim. Yəni, bir hobbin olsun, otur düşün. Yəni, deməyin mənim hobbim yoxdur. Hər kəsin ən azı bir dənə hobbisi var deyə düşünürəm. Otur sadəcə onu tapmamısan, hələ ki üzə çıxartmamısan, otur tap və düşün. Məsəl üçün, əl işi düzəltməyi sevərsən. Məsəl üçün, hər hansısa taxtadan, yontma ilə əl işi düzəltməyi sevərsən, bu sənin hobbin olar. Və hobbin telefona bağımsız bir şey olsun. Çalış ki, telefonla əlaqəli bir şey olmasın. Yəni, təbii olaraq buraxılış imtahanı bitdi. Bəzən boşluğa düşürük və o boşluqda nə edəcəyimizi bilmirik. Xüsusilə də bazar günləri bizdə, yəni istər-istəməz biraz boşluq yaranır. Bu bazar günləri nə edə bilərsən? Bu bazar günləri, məsəl üçün, özünə 1-2 saat kontrollu bir şəkildə limit ayırıb film, kino, cizgi film, tərzi şeylər izləyə bilərsən. Əlbəttə, shorts və ya qısa videolardan bəhs etmirəm. Onlar həqiqətən də diqqət alıcıdır. Məsələn, sevdiyin bir film olar, seriya izləyirsən onu. Məsələn, deyə bilərsən ki, məsələn, bu bazar günü, məsəl üçün, bu filmi izləyəcəm. Məsələn, nümunə verim, məsələn, mən Matrix filmini, məsəl üçün, bu bazar izləyəcəm deyir, məsəl üçün.
Nə bilim, məsələn, Fight Club filmini izləyəcəm. İndi filmlər biraz şəxsi seçimdir, sənə qalmış bir şeydir. Bəlkə də Azərbaycan filmlərini sevirsən. Məsələn, Bir Qalanın Sirri, Sehirli Xalat, Arşın Malalan, bizim Zəbiş müəllim və ya bənzəri filmləri sevirsən və bunlara baxmaq istəyirsən. Məsələn, həftədə son bir günü məsəl üçün və ya YouTube-da bəlgesələ baxmağı xoşlayırsan. Ola bilər. Podcast dinləməyi xoşlayırsan, bunlar üçün həftədə özünə sonda bir zaman dilimi ayırmağın çox gözəl olar həqiqətən. Və bu da var. Dərslər sayını günlərə bölməyə çalış. Önümüzdə 70-80 tərzi bir gün sayısı var. Və bu zaman nə edə bilərsən? Tutaq ki, məsəl üçün keçən həftə demişdim, məsəl üçün biologiyadan məsələn bu qədər mövzu var, kimyadan bu qədər mövzu var, tarixdən bu qədər mövzu var, saydın. İndi isə bunları 70-80 günə bölürsən və günü-gününə aksatmadan o dərsləri yerinə yetirməyə çalışırsan. Yəni məsəl üçün bu günün öz dərsi var, məsəl üçün 1 vərəq. Sabahın öz dərsi var 1 vərəq. Bunu 70-80-ə vuranda 70-80 vərəq sən təkrar proqramı getmiş olursan sərbəst şəkildə. Və təkrar proqramını getdikdən sonra əlində bir material varsa, onunla o təkrarı təkmilləşdirə bilərsən. 100-200 testdən söhbət getmir, 15-20 testlə də bildiklərini kifayət qədər təkrarlamış olarsan. Əminəm ki, blok müəllimlərin də səninlə bərabər təkrar gedəcək və sənə məsəl üçün müəyyən qədər təkrarlar aparacaq, testlər, sınaqlar işlədəcək. Amma sənin də bir işləməyində faydan var ki, bəlkə ikinci cəhdə hazırlaşırsan, ikinci cəhdə daha güclü iştirak edə bilərsən və ya birinci cəhdə heç bir fərqi yoxdur. Və bu gün blok imtahanına hazırlaşarkən və ya 9-cu siniflər buraxılış imtahanına hazırlaşarkən günlük həyatda bizə kömək olacaq, dərsdən sıxmayacaq faydalı vərdişlər, faydalı alışqanlıqlar barəsində danışdım. Əminəm bunlardan bəzilərinin sənə kömək oldu, bəziləri həqiqətən ağlına yatdı. Əminəm sənə faydası olacaq bu vərdişlərin, buna əminəm. İzlədiyin üçün təşəkkür edirəm. Açıqlamaya da şəxsi inkişaf topluluğumun WhatsApp kanalını qoydum. Elite Society WhatsApp kanalıdır. Orada sorğu anketləri keçiririk. Mən sorğular göndərirəm. Sorğuları bəyəndiyim cavabları isə işarələyirəm və digər yoldaşlarımız da o məsləhətləri görə bilir və ya səs verməklə günlük düşüncələrin, günlük motivasiya cümlələrini paylaşıram və sən də 200 nəfərlik topluluğumuza qatılıb inkişafına inkişaf qata bilərsən. İzlədiyin üçün bir daha təşəkkür edirəm. Sağ ol. Salamat qal.